İnkubatorumuz yazalım. Maraqlı keçdi. Üzüm güldü biraz. İnşallah Allah'ım ne olur kurban olum. Kömeğin çıxın depresyondan. Dünya maraqlı olacaq. Niyə maraqlıdır? Niyə oynamıram ki? Dünyadan bir dəfə mən indiyənə kimi bəlkə mənə çıxıb canlılarda söz atıb. Bəlkə indiyənə kimi bir dəfə mənə pisləyib. Allah keçəyəcək. Nə sevişdə o hərəsində hörmətsizliyi görməmişəm. Mənə qarşı nə niyə də görməmişəm. Kimsə mənə çıxıb sözə tullaya, məni pisliyə, gözdən salmağa çalışan. Nə niyə də görməmişəm. Nə dünyada görməmişəm. Nə də ki sevişdə görməmişəm. Bəs tamam. Amma başqaları hamısı məni pisləyiblər, alçatmaq istəyiblər, məni gözdən salmaq istəyiblər. O da bacara bilməyəcəklər. Mən görməmişəm də bunlarla. Bunlar mənə həmişə hörmət qoyublar. Sevgilinizin özünün öz para yoldaşları oynayır, oyunu özü bilər. TikTok bürək kimdən siz onunla da oynayır. Amma mən görməmişəm. Ezanın öpürəm, diğer moderatorlarım, hamınıza teşekkür izləyicilərim, ekran layıqım. Geri dönürəm artıq TikTok'a. Gətir videoda çəkəcəm. Hər gün vaxtında açıb PK-larımı eləyəcəm. Yazmışsınız canlım düşsün. Sevən izləyicilər mənim yanımda olacaq. Sevməyənlər o dava axtaranlar, qeybət axtaranlar. Allah haqqı siz bilmişsiniz, məhəttər qalmışam. Dünən Beydenin şəklini göstərmişəm canımda. Gedib direktinə, götürmə direktinə atıb şok yaşamışam. Mən baxam ki, ay Allah, məni sevən izləyicilərin, boş canlılaş, darıqdıq yazan izləyicilər gedib Beydini qızışdırırlar ki, sənin şəklini göstərir. Bax, belə də kütlə var, bax, belə də izləyicilər var uşaqlar mənim canımda. Nə ayıra bildiniz? Nə ayıra bildiniz? Göyünü Beydini mənə ağardır ki, heç nə Beydini mənə istəsə bir şey eləmir o. Onun sadəcə dilidir. Onun eli ürəyi yoxdur. Əslində şəkli üzümə atmışdı. O mənim şəklimi paylaşmışdı. Uşaqlar başında papaq, neysə eşeği saat qoymuşdu orasına zar bilmirəm. Mən də o şəklini göstərdim ki, o baş görünə iyi becər burnu var. İyi becər. Mən də elə göstərmişdim. Qəşəng oğlansan, qəşəng oğlanam qardaş, arxlayamıram. Arxlasam da qəşəng olaram. Sən mənim poçt işləyən vaxt şəkillərimi görmüsən? Nə qarım var idi, şikarlı. Amma düzdür, sinəm biraz var idi, onda var idi sinəm. Amma qarnım yox idi, kök ödənməmişdim. Bilmirəm niyə depresyondayım, amma bilmirəm Allah hamd olsun. Üzüm biraz mamanın dəlindən yedim, allergiya verdi, nə var bilmirəm, amma depresyona düşmüşdüm. Daha indi də acmışam. Komodlarımdan bəzilərini çıxardım, Hayal xanım. O canlıma gəlməyənlər nəyə görə mod saxlamalıyam? Bax, Hayal buradadır, Tia həmişə burada olur. Qoy çıxardım modlarından. Mən modu qoymuşam ki, mənim çatımda söyüş olmasın. Mənim çatımda müəllimə xanımlar var, tərbiyəli xanımlar var. İndi bu elin ağzı torba deyir ki, hamısının bir şey. Əgər mənim canlıma gəlməyik, mən baxacağım orada moderator gəndə göstərir ki, nə vaxtdan, orada vaxtı tarixi göstərir. Bildim sən buradasan. O gəlməyənlər var, yazır 10 gün gəlmir, orada 15 gün gəlmir. Onların hamısını çocuğu gəlmirsə, mən bunu qoymuşam ki, mənə nəzarət eləsinlər. Qoca moderatorlarına girin, görəcəm kim uzun zamanda gəlmir, çıxardacağım. Gəl yazılarda etibarsızsan, rejim etibar istiyorum, çatımda söyüşlər olur. Kötü. Moderator yerine girsen aşınız.
Hə, açdı indi. Bak, Melisa şu anda canlı yayınınızı izliyor. TR Prenses şu anda canlı yayınınızı izliyor. Hayal şu anda kayıt izliyor. Matan son 7 gün içinde 80 kez moderator araçları kullanıyor. 7 günde Matan gelmir canlıma. Bak, birisini çıxardıram gelmeyenler. Sonra Jabbarov Show'da İnqivator Oheço gəlir. Leyla xanım o dəstəkçimdir. Ha, Dünyam bugün izlədi. Prikol 84 gündür gəlmir. Çiki yoxdur, gəlmir. Çıxardıram. Gəlməyənləri çıxardıram, inciməz. Tunar yalancıydı o. Diyetolog, çox sağ ol. Orada göstərdi moderator hareketini göstərə bak, gəlmir. Niye elə deyirsən ki, ayıp olsunsa? Ne vardım ki? Dur, yemək pişirir. Yo, ne pişirim? Dördündən çopa pişirmişəm. Xaladan ikimdə ətim də var. Çopam da var. Nərdiləm də pişirəm. Kökəlirəm. Gəldik uşaqlar. Mən indi izləyicilərimdən bir kömək istəyirəm. Nə köməyi? Çıxartmışam, gələndə verərəm. Bir səhv eləmişəm uşaqlar. Ad çəkməyəcəm. Keçən yaydan mən bir dəstəkçidim, ha, dəstək olub. Başa düşürsən? Buna məndən pul istədi. Dedi, ay babaş, bunu ver. Mən götürdüm, buna pul verdim. Mən dinləyin. Bu məndən bir ay. And içdi ki, balamın canı bir aya qaytaracam. İndi dedim də olardı, insanlıq. Mənə dəstək də olubdu. Budur da, mən də götürdüm, verdim. Ad çəkməyəcəm. Məni elə bir ki, bu gün səhər düz yayın, keçən yayın, bu yay bir il tamam olur. Yəni ki, məni düz keçən yayın isti ayını cırhacırından vermişəm, indi ala bilmirəm. Nağayırım mən uşaqlar. Bu gün sabah səhər bir suyum, budur, büyün. Elə bir özümün də abrım gedibdir. Bir də mənim üstümə qışqırır. Derim, niyə qışqırsan ki, verəndə yaxşısan insan olan, verməyəndə pis insan olan. Kimi? İndi imkanı yoxdur, nə bilim, bilməm, məndən istədi, mən də verdim də. İndi həmin insan heç canlıma belə gəlmir, yəni başa düşürsəz. Elə o vaxtdan da çıxıb gedəndir. Yəni mən pislik eləmədim, əl tutdum da sağa. Dedim, bu qədərdir, lazım, mən də verdim. Pislik eləməmişim ha, uşaqlar. İndi ver polis işinə baxmır. Polis deyir, o mülk iş getdiyinə görə məhkəməli olur. Yəni ona görə mən bir gün səhər, mən əgər indi bir 2-3 gündə vaxt qoyacağım, 2-3 gün ərzində qaytarmasa, mən çıxıb adını çəkəcəm artıq da yəni. Yəqin ki, buradan indi məni izləyir və bilər. Verməsə çıxıb adını çəkəcəm. Yo, dəstəkçidir. Ona görə dəstəkçilər məndən qaçırdı ama. Çoxsu. Başa düşürsən? Gedilər, attılar, bankrota da düşürlər. Sonra gəlirlər mənə pul istəyirlər. Mən də pul verim, ondan sonra istəyir, aram deyil. Ona görə deyirəm ki, heç boş verməyin. Çox pis şeydir. Başa düşürsən? Çox pis. Verdim, mən gördüm. Yəni mən bir də ömür boyu eləmərəm da, yəni o səhvi. Gördüm ki, mənə borc istəyir, atacam bloka. Pul elə şeydir. Yox, xəngəli işin deyil. Niyə o qədər hədiyyat? Hədiyyatı mən də reklam eləmişəm də. İndi niyə gəlib atmır? Amma başqa yerə gedib atır. Görmüşəm. Yox, Blackberry vermədi.
Aldı, sağ olsun BlackBerry. Mənə dedi ki, atdıqlarımın əvəzinə çıx. Düş. Hə, 2-3 gündə gözləyəcəm. Gözləməsə çıxıb adını çəkəcəm ki, yəni mənim pulumu qaytarmır. Beydin, xoş gəldin. Çünki taşı abrım getdi. Büyün, səhər, büyün. Yəni həqiqətən bezmişəm ta yəni. Məni fırlamaqla. Sabah səni yığacam, bürsün səni yığacam. Sabah Allah haqqı uşaqla o gün üstümə nətər qışqırdısa, pulumu istədim. Qayıtdım dedim, nə qışqırsan ki, saat demirəm ama mənim cəbimə pul qoy. Pulumu istəyirəm də səndən. Pulumu vermişim. Məndən bir ay adını almışam. Bu yay girən kimi bir ili tamam olur. Qadınam yığanda da mənə çox pis minnət vurur. Başa düşürsə. Əgər qaytaracam. Deyir qaytaracam amma ha bax bilmirsən də yəni. O gün baxdım ki, gedib bir xeyli hədiyyə atıb. Bir 10K hədiyyə, 10K da az pul deyil ki. 8-10K hədiyyə atıb. Baxdım ki, kimsə misafirinə qoşulub, hədiyyə atır. Eşitirsən, əgər pulun yoxdursa, o 10K hədiyyəni atdığını mən pulumu çıxart ver də. Yo, qaytarmana qaytarıbdır biraz. 700 qaytarıb, 200 qaytarıb. Biraz azaldıb. O gün dalaşdıq qaytardı 200'ü. Ondan sonra dedi ki, sabah da verin, yenə də üstündən bir həftə keçir. Yo, verməsə çox açıqlayacağım taatını, çıxıb danışacağım. Tacı mən ona yəni yazmaq belə, zəh vurmaq belə, yazmaq belə istəmirəm. Dayanım. Verməsə çıx kömək istəyəcəm. Arkada elə danışırsan ki, mən ona yazmışam öz pullarını. İndi burada bu deməkdir ki, gəlmə dəstək olur. Sonra məndən pullarını geri almalıdır. Bir qəribə sizi elə danışırsınız ki, gəl sahədiyyət hamı yatır da. Ağzında dəstəkçi deyirsən, hamı yatır da. Onda getsin hamıdan alsın, tutsun pulumu. Mən heç istəməmişəm heç kimdən. Çox belə intereslisi. Mən canlaşmışam, PK eləyirəm. İndi bu ev deməkdir, gəlir atır, sağ olsun, Allah başından büyüsün. Mən də reklam eləmişəm, tanıtmışam. Bir qəribə sizi Allah hamd olsun. Kimsə anlatmalıdır. İnsan yalan danışmamalıdır. And içməməlidir yalandan. Verməyə bilərdim. Mən öldüm, heç görsən pisliyə eləməmişəm. Mən də əl tutmuşam. Toyum nə vaxt? Hələ tapmışam ki, bir qız da toyumda olsun. Yo, o barədə ta söz vermişəm. Dostum Eldəniz mən apardı. Dedi, budu, ömür boyu ta o qoymuş. Dedi, aparsa səni and işdirməsəm, yox, mümkün deyil. Kimsə sağ yazılma, 100 at, 200 at, 500 at, qaytaracam, yaxın dəstək, ömür boyu. Yanında sən and işdirməsən, yox, ta gedib ta ömür boyu tövbə eləmişəm. Bir kəs ömür boyu borç söhbəti, kim ki mənə borç yazacaq, o insana cavab verməyəcəm. Da yəni, pul söhbətindən çox pis şeydir, gördüm. Bu da mənə bir dərs olsun. Neçə manatdır? Biraz vardı, ha? Deyələ daha 15.000 deyil, 10.000 deyil, aşağıdır. Getib ekib onu vermək. Məndə sübutlarım var, yəni atıl səslər, mənə səs atıb, bu gün səhər, yəni özüm də pul verəndəki səhər çıxar olar da. Mən həmişə bir neçə nəfərə borca elə istəyəndə olurdu, indi bir pul verəndə həmişə bu bir tərtib video görüntüyə belə almışam ki, səhər danar eləyər, deyəm ki, bax ala qardaş, bax bu da bu. Onlar da indi kiməsə bu dəqiqə kiməsə nəyisə versin, sonra deyir ki, sübut elə. Ha bax vermişəm mənə pul. O barədə həmişə çəkirəm ki, bu telefonda dursun səsi. O yaxşı şeydir. Səhər sübut eləməyə şey olsun. Hə, verəndə demişəm, bax qardaş, bax özünə də demişəm, ha. Yəni gizlin eləməmişəm, özünə də demişəm ki, qardaş, bax saat tutaq ki, 300 manat pul verin. Bax, bu telefonumdan da düşür, səhər bir şey alanda mənə deyirsən, bir ay, bu ay, bu telefonumdan da çəkirəm. Bax, bu arada deyib, hə, yaxşı.
Bir ay səndədir. Yəni o məndə var. Yəni gizlim eləmirəm. Deyirəm ondan sonra. Yəni abırım gedib uşaqlar, bu gün səhər insana nə qədər mesaj yazmaq olar, nə qədər əsəb keçirdirəm. Başa düşürəm, bəlkə o da məni depressiyaya salır. Əsəbləşirəm, zəhv vururam, bu gün səhər, bu gün səhər yığacam, gün yığacam, üstün yığacam. Məni fırladır, yola verin məni. Üç gün vaxt koyacağım. 3 gündən sonra mesela çıxıb danışacağım. Pisliği eləməmiş ama. Xeyr. Döydüm size, görün kimsə zəng edir. Bəli. Alo, salam babası, necəsən baba? Çox sağ olsun, necəsiz? Şükür sağlıq, salamatçılıq, canım başım. Babat da oturmuşam. Sən həmişə yaxşı olsan, sağlıq götürəm, mən sən həmişə istəyirəm. Sən bir xahişim var, olar ki, mən sizə bir dənə söz deyim. Mən qardaşım... Hə. Reklam nə dar xanım? Yo, o barədə maaş eləməm. Bunun üçün dövlət xəstəxanaları var. Gedin ora müraciət edin. Hə, bəli, yo, elə şey artıq yanı olmuş. Bunun üçün gedin ora müraciət edin. Mən xəstəxanada işləmirəm. İndi bir səhvdir də eləmişəm uşaqlar, olub bilməm ki, inanmışam. Bu rəh gözəl yarışı, çox sağ olur. İndi olur da, indi deyir, kimdir ki, deyir ki, mənim səhvim yoxdur bu həyatda. Bu həyatda həqiqətən səhvsiz insan yoxdur. İndi deyir, insanın başı daşa dəyəndə, o bir damcı düşür, tık daşı deşib. İnsanın başı daşa dəyəndə, onu da bilir. İndi də dəydi başım, bir səhv idi, oldu, bir də olmaz. Bax, əlbəttə ki, axırıncı ömür boyu. Mən boş teması kimi yazanı cavab vermirəm elə insana. Yəni, imkan da bilsin, yəni. Pis şeydir. Mən vaxt kimləsə borcu alam, o pulu qaytarmayam. Yəni, elə bir insanın 100 manat alam, onun səhərsi günü yatmıram ki, onun səhərsi günü yatmıram ki, başa düşürsən, şey olsun, ki, mən onun borcunu qaytarım. Mən elə olub ki, mən də TikTok'a girməmişdən qalıb borc almışam dostumdan 2 gün, 3 gün, 2 gün demişəm, 2 gündə özümdə olub. Didit dolanıb vermişəm. Saçını ağarı və də qocalmışam da. Atan deyir, indi dəstəkçi də münasibəti olub, bir səhv də olub, dəstəkçidir, inanıbdır, indi orada siz də elərsiniz də, mən də xoş gəlmişsiniz. İndi deyib bir ay qaytaracağım, mən də inanmışam da. Mən hamıya inanım, o inana bu gün. Bir qız zəfirma deyir, sənə xoşum gəlir, sahərə gələcəm, ona belə inanıram. Sonra, bu, salam. Boy məsi 34 dörüdür, nə tez oldun ha 35? Şey töktüm də, nəmişliydi, su töktüm, ondan qalxdı, açdım ağzını ki, havası çıxsın. Getdim, müayim öpdüm, qəşə toyuqlarıma yemək verdim, tücələrə verdim, hamısı yaxşıdırlar, hündüşkaların, balaca hündüşkaların, bu boyda olublar. Sabah gəl, qəşə getdim, cuma iynə saldım, hamısını gəl iynəliyək. Mən tutub verəcəm, sən də döşündən iynə vurarsan. Darxıram.
Oyunum oldu, uddum. Dəstəyim gəldi. Mina xanım gəldi, çoxlu hədiyyələr atdı. Sağ olsun. Tiarım atdı. Əzamin bəy dünya ilə oynadım atdı. Melisam atdı. Döşünü kəsdi. Valla mən qorxuram uşaqlar o şeydən. Mən də bilirəm ki, pisdir. Arvad döşü kimi çıxır. Mən də bir görürəm. Bax, kofta geyinəm, ay yaraşmır. Bax, bu əsr görsən, buraları çiyin zadı normaldır. Nağarım da bura biraz yekə olduğuna görə çıxır qabağa. Çox geyim bonda geyinəndə belə məni belə pis göstərir. Günü güzel koftadır. Bax, çiyinidir, qoludur. Bax, görsən, dardır. Bax, gör nə qədər yekədir. Bax. Sözcə buram çox yekədir də. Nağarım, mud olub. Amma əslində qorxulu da əməliyyat deyil. Başa düşürsən, yüngül uzanırsan, həkim bir dənə YouTube-dan baxmışam. Buradan bir dənə deşik açır, piydi biri dartır, çıxardır. Çörək yiyim. Yox, bu arxlayası şeydir. İdmana getsən belə, ac qalsan belə, ən gec arxlayan yer, bax, bu qarnına bu sinə olacaq. Sifətdən arxlayacağım. Ayaqlardan arxlayacağım, bura arxlan. Bura çətin bir şeydir. Michael, az boş şeydi az onlar Michael giyin. İyi. Boş şeydi onu bıraxana sonra da kökəlirsən. Onlar inanmıyorum, boş şeydi onlar. Gittim karset alma, 2 dənə karset. Giriş dura bilirəm ki. Sıxır, buramı, karsetten buramı bağlam, buram pırtlayır. Yox, baba, buradan bağlayıram, buradan məhəqdən pırtlayır çıxır. Buramı şey eləyirəm, verir aşağı, aşağıdan pırtlayır. Buram çıxır qabağa. Yenə mənə 2 dənə onda dura bilmirəm. Çox mən sıxır deyim, dura bilmirəm. İstəyirəm o belə ispartimlər olur. Geyinirsən, çıxır, gəzirsən, tərlədir. O adam arxladır. Belə geyinirsən, belə ispartimlidir. Çıxırsan, parkda zaten gəzirsən, şey olur. Bədən şəkilləndirməyə gedir. O da ki, nə bilim, arxlamamış, amma bədən şəkilləndirmə şiş sal vericilir və bunlar sallanacaq. Bəs mənim bədən şeyə deyirsən də, getdin, bunlar şişdədilər. Yağlar çıxardan ki, bu qarnım sallanacaq, düşəcək dizimə. Dedin, hə. Bəs bu qarnı kesəndən sonra mən yerdə yatmalıyım, mənə kim baxacaq? Mən də bilirəm ki, videomuzu itirmişəm. Kökəlmişəm, mən də bilirəm. Bir qız bəyənməyəcək məni. Mən də görürəm ki, kökəlmişəm. Papaks eləyəndə o qız papaks eləyəcək, qarın sallanacaq axı. Kişiyə qarın ya. Kişiyə telefon aç deyir, məndə var göndərim. Yığ görüm. Nömrəyin axırını deyir, onda onu açım. Kimsə zəng gəlir, o deyir ki, macaya pul yığaq, məni qoş. Onu deyiləm, başa düşürsən. Çox elədim uşaqlar, Allah hamd olsun. Allah hamd olsun, vallah billah elədim. Salam ki, Quranın adına o Allah haqqı məni xaricdə yaşayanlar söyürdü, gedib oradan ürək yazıb qoyurdu. Yaxşılıq yoxdur, onu bilin. Billah yaxşılıq yoxdur. Qaldı da ki, o burada olanlar var, deyirsiniz, qoşmur o qoş-qoşa. Onlar da ki, mən TikToka girən gününə ancaq pul yığırlar burada, o həmən xəstələr. Çünki onlar sağalmayacaqlar. Amma ancaq deyirlə yığdıq, yığaq. Buradan o canlıya gedirlər, yazdılar məni qoş, o bir canlıya gedirlər məni qoş, bu bir canlıya gedirlər məni qoş, pul yığırlar ancaq. Amma mənim hal-hazırda qonşuma elədim, həqiqətən piskində yaşayırdı. Allah sizlərin qazancını bol eləsin. Bax, indi hamamları hazırdır. Qapısını qoydurublar. İndi sizlərə görə çimirlər. Pis gündəydi. Çox sağ olun. Minnətdarım sizə ki, o barədə həqiqətən ürəksiz ki,